bədənin nöqsanlara uğrayacaq. Açıq deyir. Qulağı dart uzat, deyilən 1 metr elə. 1 metrə də dart qulağı uzat, xeyri yoxdur, bunlar olacaq. Bilməm, qulağı dartıb, o səsi çıxardanda nə olur? Adamlar elə ki, qulağı dartmaqla ölüm adamdan uzaqlaşır. Deyirəm də, dartıb nə boyda uzadasan qulağı, bu olacaq. Görüm, nə qədər qalıb, hələ var bu biraz. Çoxdur. Yaşar narahatdır ki, çox. Elnur da getdi. Filan kəs verilişdə filan elədi, nəsə göz yaşını saxlayanmədi. O cürünə yetişən kütlə də sonra nə olur? Dini xütbələr də elədi başlasan qoymağa. Deyir ki, Hacı Şahin hamını ağlatdı. Kinə var, baxsın zaman. Dostlarımız yazır, tanıyırsın onu yazır. Yazıq ne üçün yazır? Görür ki, başqa şeye gəlmirlər. Bu cür şeylə. Çünki öyrəşib ki, diqqətini ovlasınlar. Özü demir ki, adam xəbər hər cür başlıq yazırsa yazsın. Bir alim deyirdi ki, zeytundan deyir, xoşum gəlmirdi. Deyir ki, biri də var dostum idi, deyir, harada bir qonaqlıqda olanda gözü qalırdı mənim zeytunlarımda. Deyirdi ki, sən yeməyəcəksən, gətir bura. Deyir, mən yeməyi deyirdi, zeytunun eşkinə yiyirəm. Deyir, oturduq onunla bir dəfə, iki dəfə elə marça-mırçla, zövqlə, şövqlə, ləzzətlə deyirdi. Gördüm ki, yavaş-yavaş məni də zeytunxor elədi. İndi də fikirləşirəm ki, necə idi o zeytundan xoşum gəlməyən vaxtlar. Mən də bir neçə dənə adamı təsirə salmışam, zeytun təsirinə salmışam, yemirdilər indi mənim bərəkətimlə. Mənim də xeyrim bu olardı, zeytun yedizdirə bilərəm.